Salam əziz abituriyentlər. Natural ədədlər mövzusunun davamını izah edəcəm. Kanala abunə olmağı, rəy yazmağı unutmayın. Deməli, başlayırıq qalıqlı bölmə. A ədədini B-yə böldükdə natamam qismət C qalıq isə Q olarsa, onda aşağıdakı düsturu yazmaq olar. Yəni, A bölünən, B bölən, C qismət, Q isə burada qalıqdır. Deməli, bölünəni tapmaq üçün, yəni A-nı tapmaq üçün, böləni qismətə vurub, üzərinə biz qalığı gəlirik. Amma burada bir diqqət etmək lazımdır. Bölən həmişə qalıqdan böyük olmalıdır. Yəni, bölən həmişə qalıqdan böyük olmalıdır. Təkrar edirəm, bölünəni tapmaq üçün böləni qismətə vurub, üzərinə biz qalığı gəlirik. İndi sual var, deyir, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıq 16 alınır, bu ədədi tapın. Deməli, yazıram ki, A bərabərdir, yəni bölünən bərabərdir, bölən vurulsun qismət, üstəgəl qalıq. Burada bölən 16'dır. Yəni, üzr istəyirəm, 17'dir. 17'ni vururam qismətə, yəni 3'ə, üzərinə isə qalığı gəlirəm. Üstəgəl 16. Bu da bərabərdir. 17 vur 3, 51, üstəgəl 16, o da bərabərdir 67'dir. Yəni, bölünən 67'dir. Yəni, 67'ni 17'yə böldükdə qismətdə 3, qalıq isə 16 alınır. İkinci suala diqqət edək. Deyir ki, 8'ə böldükdə alına bilən bütün qalıqların cəmini tapın. Biz dedik ki, bölən həmişə qalıqdan böyük olmalıdır. Əgər böləni 8 veribsə bizə, deməli, alına bilən qalıqlar 8'dən kiçik ədədlər olmalıdır. Yəni 7, 6, 5, 4, 3, 2, 1 olar. Deməli, böləni 8-dirsə, qalıq 8'dən balaca ədədlərdir. Biz bunların cəmini hesablamalıyıq. Bu da bərabər olacaq. Deməli, 13, 18, 22, 25, o da 3, 28'dir. Yəni, alına bilən qalıqlar bizə nə verəcək? 28 verəcək. Növbəti suala baxaq. Növbəti sualda nə deyir? Deyir ki, bu ədədin 28'ə bölünməsindən alınan qalığı tapın deyir. Aha. Fikir verək, diqqətlə bura baxaq. Verilən ədədlər 1, vur 2, vur 3, vur 4, vur 5, vur 6, vur 7, vur 8, vur 9, vur 10'dur. Yəni, bu hissə görürəm ki, 28'ə tam bölünür. Hardan bilirəm bölünür? Çünki bunun daxilində 28 var. Yəni, bunun vuruqlarından biri 28'dir. Əgər vuruqlardan biri verilmiş ədədə tam bölünürsə, deməli, hasil də tam bölünəcək. Hardan bilirəm 28? Çünki bunu 4'ü 7'yə vursam 28 olacaq. Yəni, bunun vuruqlarından biri 28'dir. Yəni, birinci bu hissə, yəni, 1-dən 10'a qədər olan ədədlərin hasili 28'ə tam bölündüyünə görə qalıq nə qalacaq burada? Qalıq burada 1 qalacaq. Eyni qayda ilə 4-cü sual yenə eyni formada olan sualdır. Deyir ki, 10 faktorial üstəgəl 49 ədədinin 42'yə bölünməsindən alınan qalığı tapın. Aha. Yenə 10 faktorial bu deməkdir. 10 faktorial bərabərdir 1, vur olsun 2, vur olsun 3, vur olsun 4, vur olsun 5, vur 6, vur 7, vur 8, vur 9, vur 10 deməkdir. Yəni, bu yazdığımız bu hasil 42'yə tam bölünür. Çünki bunun vuruqlarından biri 42'dir. Məsələn, 6'nı 7'yə vursaq, bu hissə, bura mənə nə verəcək? Buna mənə nə verəcək? Bura mənə 42 verəcək. Yəni, vuruqlarından biri 42-dirsə, deməli,
yox 42-dirsə, deməli hasil 42-yə tam bölünür. Deməli mən bura 42-yə tam bölünürsə, mən 49-u 42-yə bölməliyəm. 49-u 42-yə bölsək nə olacaq? Qismət 1, qalıq isə 7 olacaq. Bizə qalığı soruşur, qalıq da 7-yə bərabərdir. Növbəti suala baxaq. Aha, üçüncü sual, bu qəşəng sualdır. Deyir, AB ədədini BA ədədinə bölünməsindən natamam qismət vahidə, qalıq isə 36-ya bərabər olarsa, A-nın ala biləcəyi qiymətləri cəmini tapın. Təkrar edirəm. AB ədədini BA ədədinə bölünməsindən alınan qismət vahidə. Yəni, AB burada, AB bölünəndir. BA böləndir. Qismət 1-dir. Çünki deyir ki, natamam qismət vahidə, yəni 1-ə. Qalıq isə mənə nə verəcək? 36 verəcək. Aha, yəni mən burada AB-nin yerinə yazıram nə? AB-nin yerinə yazıram. 10A üstəgəl B bərabərdir 10B üstəgəl A üstəgəl 36. A-nı atıram sol tərəfə. Alınır 9A çıxılsın 9B bərabərdir 36-ya. Burada mən 9-u mötərizə xaricinə çıxarsam, mötərizə içində qalacaq A çıxılsın B bərabərdir 36-ya. Buradan alınır ki, A minus B nəyə bərabərdir? A minus B 4-ə bərabərdir. Yəni, A ilə B-nin fərqini 4 tapdım. Amma burada bir önəmli bir hissə var, ona diqqət eləmək lazımdır. Biz dedik axı, bölən qalıqdan böyük olmalıdır. Burada bölən BA-dır. Yəni, BA ədədi böyük olmalıdır nədən? 36-dan. Buna mütləq diqqət eləmək lazımdır. İndi diqqətlə bura baxaq. AB fərqini 4 tapdım. AB fərqi 4-dür. AB-nin 4 olması üçün bilirik ki, mən A-nı 9, B-ni 5 götürə bilərəm. A-nı 8, B-ni 4 götürə bilərəm. A-nı 7, B-ni 3 götürə bilərəm. A-nı 6, B-ni 2 götürə bilərəm. Bir də A-nı 5, B-ni 1 götürə bilərəm. A-nı 4, B-ni 0 götürə bilərəm. Fərq 4 edir. Amma burada 0 ilə başlayan 2 rəqəmli ədəd olmadığına görə mən 0 yaza bilmirəm artıq orada. İndi fikir ver. Deməli, mən B-nin yerinə 5, A-nın yerinə 9 yazsam, 59 36-dan böyükdür. Deməli, birinci bu ödənir. 4 8 yazsam, 48 36-dan böyükdür. Bu da ödənir. 3 7 yazsam, 37 36-dan böyükdürmü? Böyükdür. Bu da ödənir. Deməli, bu iki, yəni bunlar ödəmir. Çünki mən burada 26 36-dan böyük deyil, eyni qayda ilə 15 ilə 36-dan böyük deyil. Bir də nə soruşurdu? A-nın ala biləcəyi qiymətləri cəmini soruşur. A 9 8 7 ala bilər. Yəni mən 9 üstəgəl 8 üstəgəl 7-ni toplayacağım. Bu da mənə verəcək 24 verəcək. Yəni A-nın ala biləcəyi qiymətləri cəmi bizə nə verəcək? 24 verəcək. Burada önəmli bir qayda var. Deyir ki, A-nın x-ə bölünməsindən alınan qalıq A, B-nin x-ə bölünməsindən alınan qalıq B olarsa, onda A vur B-nin x-ə bölünməsindən alınan qalıq A vur B-dir. A plus minus B-nin x-ə bölünməsindən alınan qalıq A plus minus B-dir. A üzəri E-nin x-ə bölünməsindən alınan qalıq isə bizə nə verəcək? A üzəri N verəcək. İndi diqqətlə bura baxaq. Məsələn, bir misal yazmışam. Deyir ki, bu hasilin 8-ə bölünməsindən alınan qalığı tapın. Baxın, dostlar. Burada
bunu körtəbi hesablamaq lazım deyil. Yəni bu tip suallarda bölünmə əlamətlərindən istifadə edirik. 8-ə bölünmə əlamətində bilirik ki, əgər ədədin son 3 rəqəmi 8-ə tam bölünürsə, ədəd 8-ə tam bölünür. İndi son 3 rəqəminə diqqət edək. Deməli, son 3 rəqəm burada 246-dır. Burada isə 327-dir. 246-nı 8-ə bölsək, bax 246-nı mən bölsəm 8-ə, qalıq nə qalacaq? Qalıq 6 qalacaq da. Burada qalıq 6 qalacaq. Bax burada qalıq qalır 6. Eyni qayda ilə 327-ni 8-ə bölsəm, burada qalıq nə qalacaq? 7 qalacaq. Yəni bu 246 ilə 240 ilə bitsəydi 8-ə tam bölünəcəkdi. Bu 320 ilə bitsəydi 8-ə tam bölünəcəkdi. 246 ilə bitdiyinə görə qalıq 6 qalır. 327 ilə bitdiyinə görə qalıq 7 qalır. İndi mən qalıqları vururam bir-birinə. 6 vurulsun 7. Bu deyiləcək 42. Deməli 42-ni 8-ə bölsəm 5 dəfə düşür. Qalıq nə qalır? 2 qalır. Bizə hasilin 8-ə bölünməsindən alınan qalığı soruşur. Qalıq bizə nə verəcək? 2 verəcək. Növbəti sual deyir ki, verilən bu ədədin 4-ə bölünməsindən alınan qalığı tapın. Yenə eyni qayda. 4-ə bölünmə əlamətindən istifadə edirik. 4-ə bölünmə əlaməti nədir? Əgər verilən ədədin son 2 rəqəminin təşkil etdiyi ədəd 4-ə bölünürsə, ədəd 4-ə bölünür. İndi burada diqqətlə baxaq. Bu 39 ilə bitir. Bu 94 ilə bitir. 39 ilə bitirsə, 39-un 4-ə bölünməsindən alınan qalıq 39-u biz 4-ə bölsək, 9 dəfə düşür, qalıq qalır 3. Bax, burada birincidə qalıq 3 qaldı. İkincidə 94-ü 4-ə bölsək, 94 4-ə böləndə, burada qalıq 2 qalır da. Yəni 92 4-ə tam bölünür, burada qalıq qalır 2. İndi mən 3-ü vururam 2-yə. Deməli, A ədədi bunu belə yazıram. Burada qalıq qalmışdı 3, burada qalıq qalmışdı 2. 3-ü vururam 2-yə, bunun kvadratını tapıram, üzərinə 3 gəlirəm. Bu deyir 39. İndi mən 39-un 4-ə bölünməsindən alınan qalığı tapıram. 39-u 4-ə bölsəm, deməli 9 dəfə, burada qalıq nə qalır? 3 qalır. 39-un 4-ə bölünməsindən alınan qalıq nəyə bərabərdir? 3-ə bərabərdir. Sonra növbəti başlıq gəlir, sadə və mürəkkəb ədədlər. Sadə ədədlərin tərifinə baxaq. Sadə ədədlər nədir? Ancaq vahidə və özünə bölünən ədədlərə biz sadə ədəd deyirik. Yəni 1-ə və özünə bölünən ədədlərə biz deyirik sadə ədəd. Ən kiçik sadə ədəd 2-dir. Ən kiçik sadə ədəd 2-dir. Ümumiyyətlə, dostlar, cüt ədədlərin içərisində bir dənə 2 sadədir. Qalanları hamısı mürəkkəbdir. Məsələn, sadə ədədlərə burada nümunələr yazmışam. 2, 7, 13, 17, 19, 29, 43. Yəni, buradakı ədədlərin hamısı 1-ə və özünə bölünür. Deməli, buradakı ədədlər hamısı sadə ədədlərdir. Mürəkkəb ədədlər. Mürəkkəb ədədlər isə 2-dən çox böləni olan ədədlərə biz deyirik mürəkkəb ədədlər. 2-dən çox böləni olan ədədlərə biz mürəkkəb ədəd deyirik. Məsələn, 4, 27, 39, 51, 56. Burada yazdığımız ədədlər mürəkkəb ədədlərdir. 1 nə sadə, nə də mürəkkəbdir. Yəni 1 nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. Mürəkkəb ədədin sadə vuruqlarına ayrılması. Mürəkkəb ədədin sadə vuruqlarına ayrılması. Burada diqqətlə baxaq. Deməli, 120 ədədini sadə vuruqlarına ayıraq. Bax, birinci ən kiçik sadə ədəd nədirsə biz ona bölürük.
Yəni 120-ni 2-yə bölürük 60, 60-ı 2-yə bölürük 30, 30-u 2-yə bölürük olur 15, 15-i 3-ə bölürük olur 3, 3-ü də 3-ə bölürük nə olur? 1 olur. İndi burada bizdən nə soruşa bilir? Bax, bizə soruşa bilər ki, neçə sadə vurğu var? Neçə müxtəlif sadə vurğu var? Neçə sadə böləni var? Və yaxud da soruşa bilər neçə natural böləni var? Neçə tam böləni var? Bunlara hamısını biz burada yazaq. Fikir verin. Deməli 120 ədəd neçə sadə vurğu var? Sadə vurğu deyəndə və buradakı ədədlərin hamısını götürürük. Və buradakı ədədlərin biz hamısını götürürük. Çünki 120 bərabərdir. 2 vur 2 vur 2 vur 3 vur 3. Və buradakı ədədlərin hamısı və bu ədədlərin bu vurğuların sayı, sadə vurğuların sayı demək. Neçə dənə burada vurğu var? 5 dənə. Deməli, sadə vurğuların sayı 5-ə bərabərdir. Və burada yazdım 5. İkinci, neçə müxtəlif sadə vurğu var? Neçə müxtəlif sadə vurğu deyəndə müxtəlif olanları götürürük. Yəni, müxtəlif sadə vurğu burada 2 və 3-dür. Deməli, 2 dənə müxtəlif sadə vurğu var. Neçə sadə böləni var? Ümumiyyətlə, sadə bölən deyəndə sadə bölənlərinin sayı müxtəlif sadə vurğularının sayına bərabərdir. Yəni, neçə müxtəlif sadə vurğu var idi? 2 dənə. Deməli, 2 dənə də sadə bölən var. Ümumiyyətlə, yəni 120 sadə bölən o deməkdir ki, məsələn, 120 ədədi neçə dənə sadə ədədə bölünür? Neçə sadə ədədə bölünür? 2-yə bölünür və 3-ə bölünür. Deməli, 2 dənə sadə böləni var. Sadə vuruq oldu 5, müxtəlif sadə vuruq oldu 2, sadə bölən oldu 2. İndi natural bölənlərinin sayının tapılması. Bunu necə edəcəyik? Bax, fikir verin. Sadə vurğulara ayrılışı A bərabərdir A üzəri M, B üzəri N vur C üzəri K şəklində olan ədədin natural bölənlərinin sayı, bax, natural bölənlərinin sayını tapın deyəndə, bax, A-nın üstündəki, bu üstdəki ədədlərə 1 əlavə edib bir-birinə vuracaqsınız. Yəni, A-nın üstündə M var, M plus 1, B-nin üstündə M var, N plus 1, C-nin üstündə K var, K plus 1. Deməli, bu mənə nə verir? Bu mənə verir, bu mənə verir. Natural bölənlərinin sayının tapılması. Natural bölənlərin sayı bu düsturdan tapılır. Məsələn, bizə deyir ki, natural bölənlərə həm də müsbət tam bölənlər də deyilir. 300 ədədinin neçə natural böləni var? Deməli, mən nə edirəm? Əvvəlcə 300 ədədini sadə vurğulara ayırıram. 2-yə bölürəm, olur 150. Təzədən bunu 2-yə bölürəm, olur 75. Təzədən bunu 3-ə bölürəm, olur 25. 5-ə bölürəm, olur 5. 5-i də 5-ə böləndə olur, nə olur? 1 olur. Deməli, 300 bərabərdir. 2-dən neçə dənə var? 2 dənə. Yazırıq 2-nin kvadratı vurulsun. 3-dən neçə dənə var? 1 dənə. Yəni, yazırıq 3 üzəri 1. 5-dən də 2 dənə olduğuna görə yazırıq 5-in kvadratı. Yəni 300 ədədi mən bu şəkildə sadə vurğulara ayırdım. Bizə nəyi soruşur? Natural bölənlərinin sayını. Yəni natural bölənlərin sayı P ilə işarə etmişdik. P bərabər nə dedim? Üstdəki ədədlərə 1 əlavə edib bir-birinə vururuq. Yəni bu olur 2 üstə gəl 1, 1 üstə gəl 1, 2 üstə gəl 1. Bu da mənə verəcək 3 vurulsun 2 vurulsun 2, 3. Bu da mənə verəcək 18 dənə verəcək. Deməli, 300 ədədinin 18 natural bölən, yəni 18 dənə müsbət tam ədədə, yəni natural ədədə bölünür. Tam bölənlərinin sayı isə natural bölənlərinin sayının 2 qatıdır. Yəni bu 18 dənə müsbət tam ədədə bölünürsə, 18 dənə də mənfi tam ədədə bölünür. Onda burada olur ki, tam bölənlərinin sayı
tam bölənlərinin sayı 36 ədəd olur. Yəni bu 18 dənə, yenə təkrar edirəm, natural ədədə bölünürsə 18 dənə mənfi ədədə bölünür. Toplam 36 ədəd bunun tam böləni var. İndi növbəti qaydaya baxaq. Deyir ki, A ədədindən kiçik A ilə qarşılıqlı sadə olan neçə ədəd var? Burada biz nə edirik? Deməli, yenə A ədədini biz bu şəkildə sadə vurğulara ayırırıq. Həmin ədədlərin sayına K deyirik. K bərabərdir A vurulsun 1 çıxılsın A-nın tərsi, vurulsun 1 minus B-nin tərsi, vurulsun 1 çıx C-nin tərsi. İndi bu nümunəyə baxaq. Deyir ki, 120-yə qədər, 120 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapın. Deməli, biz burada nə edirik? Diqqətlə baxaq. Mən burada 120-ni sadə vurğulara ayırıram. 120, bunu sadə vurğulara ayırsam, 2, 60'ı 2'ye bölsəm 30, 30'u 2'ye bölsəm 15, 15'i 3'e bölsəm 5, 5'i də 5'e bölsəm 1 olacaq. Deməli, 120'nin sadə vurğularının sayı, 120 mən bu şəkildə yazıram. 120 bərabərdir. 2-dən neçə dənə var? 3 dənə. 3-dən neçə dənə var? 1 dənə. 5-dən neçə dənə var? 1 dənə. Deməli, mən 120'ni bu şəkildə sadə vurğulara ayırdım. İndi 120'dən kiçik 120 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapıram. Həmin ədədlərin sayına K demişik. K bərabərdir. Ədədimiz 120'dir. Yəni A-nın yerinə mən 120 yazıram. 120 vurulsun. 1 çıxılsın. A-da 1. A-nın yerinə A burada 2'dir. Yəni 1 çıxılsın 2'də 1. 1 çıx B-də 1. B-nin yerinə 3 yazıram. 1 minus 3'də 1. 1 minus 5'də 1. Bu da bərabər olacaq. 120 vurulsun. 1-dən 2'də 1 çıxanda mənə 2'də 1 verəcək. 1-dən 3'də 1 çıxanda 3'də 2 verəcək. 1-dən 5'də 1 çıxanda isə 5'də 4 verəcək. İndi bu hasili tapaq. Burada görürük ki 2 ilə 2 ixtisar gedir. Onda bu bərabər olacaq. 120 vurulsun 15'də 4'ə. Bu da bərabər olacaq. 120 ilə 15 ixtisar gedir. 8 qalır. 8'ə 4'ə vursaq 32. Yəni 120'dən kiçik 120 ilə qarşılıqlı sadə olan 32 ədəd var. Növbəti qaydaya baxaq. Burada qeyd var. Bu qeydi onu bayaqlar demişdim. Ədədin sadə bölənlərin sayı ilə müxtəlif sadə vurğuların sayı eynidir. Sonra növbəti bir qayda var. N sayda müxtəlif sadə ədədin hasilinin 2 üzəri n sayda böləni var. Yəni 3 müxtəlif sadə hasilinin 2'nin kubu qədər, yəni 8 dənə böləni var. Məsələn, tutan bir nümunə misal üçün də bunu daha ətraflı göstərə bilərik. Fikir verin. Tam yazıram 2 də sadədir, 3 də sadədir, 5 də sadədir. Onları bir-birinə vuranda 30 dənə olur. 30 olur da, düzdürmü? İndi 30'un neçə böləni var? 30'dur, 15'dir, 6'dır, 5'dir, sonra 10'dur, 3'dür, 2'dir, 1'dir. Yəni 30'un bölənlərinin sayı nə qədər oldu? 8 dənə. Deməli 3 müxtəlif sadə ədədlərin hasilinin 2'nin kubu qədər böləni var. Yəni 8 dənə böləni var.
Sonra növbəti başlıq əbobun tapılması. Əbob nə deməkdir? A və B natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük ədədə əbob deyilir və bu şəkildə yazılır. Əbob A, B şəklində yazılır. Deməli, əbob necə tapılır? 1. Ədədlər sadə vurğularına ayrılır. 2. Ortaq sadə vurğuların hasili tapılır. Yəni, ortaq sadə vurğuların hasilinə biz əbob deyirik. İndi 36 ilə 48-i biz sadə vurğularına ayıraq. 36-nı 2-yə bölək 18, 2-yə bölək 9, 3-ə bölək 3, 3-ü də 3-ə bölək 1. Eyni qayda 48-i 2-yə bölək 24, 2-yə bölək 12, 2-yə bölək 6, 6-nı 2-yə bölək 3, 3-ü də 3-ə bölək 1. Biz nə dedik? Əbob nə deməkdir? Ortaq sadə vurğuların hasili. Yəni, burada ortaq sadə vurğular hansılardır? Yazıram burada. Əbob 36 ilə 48 bərabərdir. Ortaq sadə vurğular. Bax, 2-dir. Yenə 2-dir. Bir dənə də 2-dir. Bir dənə də 3-dür. Yəni, nə verəcək bu bizə? 12 verəcək. Yəni, 36 ilə 48-in əbobu 12-yə bərabərdir. Dostlar, bunu bu şəkildə də tapmaq olur əbobu. Fikir verin. Necə? Bax, 36 nə deməkdir? 36 bərabərdir. 2-dən neçə dənə var? 2 dənə. Yazırıq 2-nin kvadratı vurulsun 3-ün kvadratı. 48 nə deməkdir? 2 üzəri 4 vur 3 üzəri 1. Ümumiyyətlə, əbob deyirsə, burada qüvvətləri kiçik olanları bir-birinə vurursunuz. Yəni, əbob 36 ilə 48 bərabərdir. 2-lərdən qüvvəti kiçik olan nədir? 2-nin kvadratıdır. 3-lərdən qüvvəti kiçik olan 3 üzəri 1-dir. Bu da bərabər olacaq. 2-nin kvadratını 3 üzəri 1-ə vursaq, bu da mənə nə verəcək? 12 verəcək. Bu şəkildə də hesablaya bilərsiniz, belə də hesablaya bilərsiniz. Aşağı-yuxarı eyni şeydir. Əkobun hesablanması. Əkob nədir? A və B natural ədədlərinin hər ikisinə bölünən ən kiçik natural ədədlərə bu ədədlərin əkobu deyilir. Əkob aşağıdakı qaydada tapılır. Ədədlər sadə vurğularına ayrılır. Bu ədədlərdən birinin ayrılışı götürülür. O birinin ayrılışından, birincinin ayrılışında olmayan vurğular götürülüb tamamlanır. Yəni, əkob 36 ilə 48 eyni formada 36 ilə 48-i biz sadə vurğularına ayıraq. 36, 2, 18, 2-yə bölək 9, 3-ə bölək 3, 3-ü də 3-ə bölək 1, 48-i yenə sadə vurğularına ayıraq. 2-yə bölək 24, 2-yə bölək 12, 2-yə bölək 6, 6-nı 2-yə bölək 3, 3-ü də 3-ə bölək 1. Deməli, mən 36 ilə 48 əkobunu necə tapacağam? Nə dedik burada? Birinin ayrılışı tamam götürülür. Yəni, birinin ayrılışı ilə 48-in özüdür. Məsələn, mən 48 özünü götürürəm. Bu bərabərdir. 48 vur. Çünki mən birinin ayrılışı 2 vur, 2 vur, 2 vur, 2 vur, 3. Bu elə mənə 48 verəcək. Bunu vururam nəyə? Bunun ayrılışında, yəni 36-nın ayrılışında 48-də olmayan hansı vurğu var? Bir dənə 3 var da dostlar, elə deyilmi? Baxın, 2 dənə 2 burada var, 3 də burada var, bir dənə 3 yoxdur. 48-i vuram 3-ə. Bu da mənə verəcək 144 verəcək. Deməli, əkob 36, 48 bizə nə verir? 144 verir. Və yaxud da bayaq yazdığım şəkildə də tapmaq olur. Deməli, 36 nə idi? 2-nin kvadratı vurulsun 3-ün kvadratı idi. 48 nə idi? Deməli, 2 üzəri 4 vurulsun 3 üzəri 1-dir. Mən nə dedim? Dedim, əbob tapanda qüvvətləri kiçiklər bir-birinə vurulur.
Əkob tapanda isə, yəni əkob 36 ilə 48 qüvvətləri böyük olanlar. Baxın, 2-lərdən qüvvəti böyük olan nədir? 2 üzəri 4-dür. 3-lərdən 3-ün kvadratıdır. Bu da bərabərdir. 2 üzəri 4, 16, 3-ün kvadratı 9 deməkdir. 16-nı 9-a vuranda yenə nə alınır? 144 alınır. Yəni, əkobu bu şəkildə də biz hesablaya bilərik. Əkob əbobla bağlı bəzi düsturlar, bəzi qaydalar. Bu qaydalar önəmli qaydalardır. Yəni, əkob-əkobun xassələri deyək. Birinci, əkob AB A vur B-yə bərabərdir. Əbob AB 1-ə bərabərdir. Bu nə vaxt olur? Yazılıb ki, A və B qarşılıqlı sadə ədədlər olanda. Yəni, qarşılıqlı sadə ədədlərin əkobları hasilinə, əbobları 1-ə bərabərdir. Və qarşılıqlı sadə ədədlər nəyə deyilirdi? Qarşılıqlı sadə ədədlər birdən başqa ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, tutalım ki, yazılıb əkob 11 ilə 13. Görürəm ki, 11 ilə 13 necə ədədlərdir? Qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobunu tapmaq üçün elə 11-i 13-ə vurmaq lazımdır. Yəni, olacaq 143. Əgər əbob soruşsa, əbob 11, 13 desə, bu da mənə nə verəcək? 1 verəcək. Yəni, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə, əbobu nə verəcək bizə? 1 verəcək. İkinci sual, burada nədir? Deyir, əbob, daha doğrusu ikinci qayda, əbob AB A-ya, əkob AB B-yə bərabərdir. Bu nə vaxt olur? A ədədi B ədədinin böləni olarsa, yəni, A B-nin bölənidirsə, əbob balacasına, əkob isə böyüyünə bərabərdir. Misal olaraq yazıram. Məsələn, yazıram ki, əbob, tutalım ki, 30 ilə 90. Görürəm ki, 30 90-ın bölənidir. Yəni, 90 30-a tam bölünür. Deməli, mən əbobu elə 30 götürməliyəm. Əkob soruşda bizə, əkob 30 ilə 90 isə, bu mənə verəcək, elə 90 verəcək. Sonra, əkob AB vurulsun, əbob AB A vur B-yə bərabərdir. Yəni, iki eyni ədədin əkobu ilə əbobunun hasili həmin ədədlərin hasilinə bərabərdir. Yəni, iki eyni ədədin əkobu ilə əbobunun hasili elə həmin ədədlərin hasilinə bərabərdir. Yəni, bu mötərizənin içindəki ədədlər eyni olanda əkobla əbobun hasili elə götürürük, A-nı B-yə vururuq və s. Növbəti qayda. Əkob AB bölünsün, əbob AB bizə S verir. S də nə idi? Ortaq olmayan sadə vurğuların hasilidir. Sadə vurğuların hasili. Deməli, əkob AB bölünsün, əbob AB mənə S verir. S də nə deməkdir? Ortaq olmayan sadə vurğuların hasilidir. Məsələn, burada sual var. Baxın, üçüncü suala diqqətlə baxın. Əkob 120, 144 böl əbob 120, 144. Yəni, burada dostlar, ayrıca əkob, ayrıca əbob tapıb bir-birinə bölməyə gərək yoxdur. Elə 120 ilə biz 144-ü sadə vurğulara ayırsaq, bax, 120-ni 2-yə böləndə alınır 60, 2-yə böləndə alınır 30, 2-yə böləndə alınır 15, 3-ə böləndə alınır 5, 5-i də 5-ə böləndə alınır 1. 2-yə bölsək, deməli, 72, 2-yə bölsək, düzdürmü? Deməli, burada biz nə edirik? Biz dedik ki, baxın, əkobu əboba böləndə, biz əkobun əboba bölünməsi nə idi? Ortaq olmayan sadə vurğuların hasili. Ortaq olmayan vurğular hansılardır burada? Ortaq olmayan. Rahat
Bunu belə də deyə bilərik. Ortaq olanlar 1, bununla bu gedir, bununla bu gedir, bununla gedir. Bunlar ortaq olan vurğulardır. Bir də 3'lər gedir. Ortaq olmayan vurğular hansılar oldu? Deməli 5'i vuracam 2'yə, vuracam 3'ə. O da mənə nə verəcək? 30 verəcək. Yəni əkob böl əbob bizə nə verəcək? 30 verəcək. Burada səhv eləmədik. Bir dəfə də baxaq. 2, 30, 15, 3, 5, 5, 1, 72, 2, 36, 18, 9, vəssalam. Bu şəkildə. Sonra növbəti qayda əbob AB-nin kvadratı A vur B böl C-yə bərabərdir. Əkob AB-nin kvadratı isə ABC-yə bərabərdir. Bu qaydalar hardan alınır? Niyə belə olur? Mən bunu birdən açıqlama verim. Bax, bu iki düsturdan çıxır. Bu qaydalar bu iki düsturdan çıxır. Bax, mən buradan əkobu tapıb burada yerinə yazsam, əbobun kvadratını almış olacam. Baxın. Burada alınar ki, əkob AB bərabərdir. C vur olsun əbob AB-yə. Gətirib burada yerinə yazsam, alınır əbobun kvadratı vurulsun C bərabərdir AB. Mən əbobun kvadratını bərabər alınır. AB bölünsün C-yə. Eyni qayda tərsinə, burada əbobu tapıb burada yerinə yazsam, əkobun kvadratını alacağım. Əkobun kvadratı da bərabər olur AB C-yə. Burada əkob KA KB. Mən K-nı qabağa qarşıya çıxarsam, K vurulsun əkob AB olur. Bu əbob KA KB. K-nı qarşıya çıxarsam, K vurulsun əbob AB olur. Yəni, bu tip misallarda K-nı mən əkobun və yaxud da əbobun qarşısına ata bilirəm. İndi burada dostlar, bəzi nümunə misallar var. Gəl o misallara baxaq. Birinci deyir ki, A və B sadə ədədlər olarsa, əbob AB-ni tapın. Bilirik ki, sadə ədədlər, iki dənə sadə ədəd öz arasında qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin də əbobu nəyə bərabərdir? 1-ə bərabərdir. Sonra deyir ki, ikinci sual, 12-yə, 15-ə, 20-yə böldükdə qalıqda 3 alınan ən kiçik natural ədəd tapın. Deməli, biz burada nə edirik? Ən kiçik sözü varsa, yazırıq əkob 12, 15, 20 plus 3. 12, 15, 20 plus 3. 12, 15, 20'nin əkobu bizə 60 verir. O da 3 bizə 63 verir. Ən kiçik ədəd 63'dür. Çünki 63'ü 12'yə də böldükdə qalıq 3 alınır. 15'ə də böldükdə qalıq 3 alınır. 20'yə də böldükdə qalıq nə alınır? Qalıq 3 alınır. Növbəti suala baxaq. Deyir ki, biri o birinin 4'də 3'ünü təşkil edən 2 natural ədədin əbobu 27'dir. Bu ədədləri tapın. Biri o birinin 4'də 3'ü deyirsə, mən ədədlərin birini A deyirəm, birinə B deyirəm. Mən A-nı 3K, B-ni 4K götürə bilərəm də, düzdürmü? Çünki 3K-nı 4K-ya bölsəm 4'də 3 alıram. Deyir, bu ədədlərin əbobu 27'dir. Yazıram, əbob 3K 4K bərabərdir 27'yə. Mən K-nı qarşıya atsam, K vurulsun əbob 3, 4, bu 27'dir. 3 ilə 4'ün əbobu bizə 1 verir. Onda K alınır 27. K 27'dirsə A 3 vurulsun 27, yəni 81'dir. B isə 4 vurulsun 27, o da 108 edir. Deyir, bu ədədi tapan, ədədləri tapan olmalıdır. Yəni A 81'dir, B isə 108'dir. Növbəti suala baxaq dostlar. Növbəti sualda nə deyir? Növbəti sualda deyir ki, A bərabərdir 4 vur 3 üzəri m plus 2, B bərabərdir 12 üzəri m olarsa, əbob AB 108'dirsə, A-nı tapın. Ümumiyyətlə biz dedik ki, əbob tapanda əbob nəyə bərabər idi? Ortaq olan sadə vurğuların hasilidir.
İndi mən bunu sadə vurğulara ayırmalıyam. Bax yazıram ki A bərabərdir. 4'ü yazıram 2'nin kvadratı. Vur olsun 3 üzeri m. Vur 3'ün kvadratı. A'nı sadə vurğulara ayırdım. A nə oldu? 2'nin kvadratı 3 üzeri m 3'ün kvadratı. B bərabərdir 12 üzeri m. Mən bunu 4 üzeri m vur olsun 3 üzeri m yazdım. 4 üzeri m'də 2 üzeri 2m vur 3 üzeri m deməkdir. İndi mən nə dedim? Ortak olan sadə vurğuların hasili. Bax fikir verin. Birinci 2'yə baxaq. 2'nin kvadratı 2 üzeri 2m. Burada ortak olan vurğu nədir? 2'nin kvadratıdır. Yəni əbub AB bərabərdir 2'nin kvadratı. 2'nin kvadratı. Çünki bunun içində 2'nin kvadratı var. Məsələn, misal üçün m'ə 1 götürsən, burada 2'nin kvadratı alınacaq. Burada 2'nin kvadratı olduğuna görə ortak olan sadə vuruq 2'nin kvadratı bir də 3 üzeri m'dir. Çünki 3 üzeri m də burada var. Burada da var. Vur olsun 3 üzeri m. Deməli 2'nin kvadratı vur olsun 3 üzeri m bizə 108 verəcək. Buradan 3 üzeri m bərabərdir. Mən 108'i 2'nin kvadratına 4'ə bölsəm olacaq 27. Buradan da alınır ki m bərabər 3'dür. Yəni m nəyə bərabərdir? M 3'ə bərabərdir. Bu sualda da bizə nəyi soruşur burada? A'nı soruşur. A bərabərdir. A bərabərdir. 4 vurulsun 3 üzeri 5. Yəni m'in yerinə 3 yazsaq 5. 4 vur 243. O da bərabərdir. Neçə? 972. Yəni burada A ədədi 972'yə bərabərdir. Növbəti 6-cı sual. 6-cı sualda nədir? Deyir ki, A və B natural ədədlərinin hasili 72.000, ortaq olmayan sadə vurğuların hasili isə 20 olarsa əkub AB-ni tapın. Bunu burada yazdığımız düsturla tapa bilərik. Baxın, nə dedik? Əkub AB-nin kvadratı ABC-yə bərabərdir. Onda mən yazıram ki, əkub AB-nin kvadratı bərabərdir ABC. A vur B vur C. İndi onda yazırıq ki, əkub kvadratı bərabərdir. Mən 72.000'i 20'ye vursam olacaq 101.440.000. Əkub AB bərabər olacaq. Əkub AB bərabər olacaq 1200'ə. Əkub AB nəyə bərabər olacaq? 1200'ə bərabər olacaq. Son sual, 7-ci sualda baxaq, dərsimizi yekunlaşdıraq. Burada deyir ki, əbub 8n kvadratı üstə gəl 6n, bir də 8n kvadratı plus 10n bərabərdir 20 olarsa əkubu tapın. Deməli biz burada nə edirik? Burada 2n'in mötərizə xaricində çıxarsam, diqqətlə baxaq, 2n'in mötərizə xaricində çıxarsam, nə qalır burada? 4n plus 3, burada 2n'in mötərizə xaricində çıxarsam, 4n plus 5 alınır. 2n'yi atsam əbubun qarşısına, 2n vur, əbub 4n plus 3, 4n plus 5 bərabərdir 20'dir. Düzdürmü? Bax dedik axı, ortaq vuruğu əbubun qabağına ata bilirik. Bu mötərizənin içində olan ədədlər ardıcıl tək ədədlər olduğundan, ardıcıl tək ədədlərin əbubu 1'ə bərabərdir. Onda mən yazıram ki, 2n 20'yə bərabərdir. Buradan da alınır ki, n bərabərdir 10'dur. Deməli, n'i tapdım 10. İndi bizə nəyi soruşur? Əkub soruşur. N'in yerinə 10 yazsam, alınır ki, əkub 110, bir də 130. Bu da bərabərdir. Onu əkubun qabağına atsam, 10 vur olsun əkub, 11 ilə 13, 11 ilə 13 ardıcıl tək ədədlər olduğundan qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərində əkubu
Bizə nə verəcək? 143 verəcək. 143-ü də ona vursaq olacaq 1430. Yəni əkub bu ədədlərin əkubu nəyə bərabərdir? 1430-a bərabərdir. Bu qədər dostlar. Çox sağ olun. Təşəkkür edirəm. Kanala abunə olmağı, rəy yazmağı unutmayın.